Gəncədə bir ailənin 6 üzvü, Tovuzda isə 5 məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlar nədən zəhərlənib, hazırda vəziyyətləri necədir? Təfərrüatlar sujetdə. Gəncədə bir ailənin 6 üzvü qidadan zəhərlənib. Onların mağazadan hazır yuxa şəklində alıb evdə hazırladıkları tortdan zəhərləndikləri ehtimal olunur. Zəhərlənən 70 yaşlı Muğamat və 49 yaşlı Sevinç İslamovalar, 22 yaşlı Nüvər Qədimova, 27 yaşlı Firuzə Abbasova, 17 yaşlı Təranə Cəfərova və 29 yaşlı Röyal Qədimov Gəncədəki Abbas Səhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Xəstələrin üçünün vəziyyəti orta ağır idi, digərlərinin vəziyyəti yüngül idi. Xəstələrə ilkin olaraq zəruri tibbi yardım göstərildi və diaqnoz olaraq dəqiqləşdirilməmiş qastroenterit və kolit diaqnozu qoyuldu. Özləri dedilər ki, biz tort belə deyək də yuxalarını şübhələnirik. Çünki yuxaların biraz üstünün rəngi dəyişmişdi. Vəziyyətləri yaxşıdır, evə buraxıldı. Müalicə evdə davam olunsun. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin səbəbləri qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanılıb. Tovuzun Rafael İsmailov adına Düz Cırdaxan kənd tam orta ümumi təhsil məktəbində isə 5 şagird sinif otağında pellet yanacağı ilə işləyən sobadan ayrılan tüstüdən zəhərlənib. İkinci dərs zamanı 7-ci sinifdə təhsil alan 18 şagirddən 5-nin halı anidən pisləşib. İkinci saat dərsə başladıqda gəldim ki, uşaqlardan biri müəllim dedi, havam çatmır. Pəncərələri açdıq, qapını açdıq. Sonra qızı havaya çıxardım. Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şagirdlərə dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Peçi yandırdıq, peç çıxdı durbadan. O da him verdi sinifə. O da uşaqların 5-6 qız idi. Ürəyimiz adımız bulandı, başımız adımız ağrıdı, əllərimiz adımız tutuldu. 5 nəfər məktəbli Tovuz rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, hazırda vəziyyətləri qənaətbəxş dəyərləndirilir. Şagirdlərin səhhəti ilə bağlı vəziyyət Qazax Tovuz Regional Təhsil İdarəsində nəzarətindədir. Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar. Məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Qeyd edək ki, adı çəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir. Hər iki zəhərlənmə faktı araşdırılır. Sadət Ayaz qızı, Mədnə Niknəcat, Anar Sərvaz, Sənan Bəhrəmli, ATV Xəbər, Gəncə, Tovuz.